Salam əziz və dəyərli tələbələr. 7 dekabr 2025-ci il tarixində Master nömrə 1 tədris mərkəzində keçirilmiş ümumi sınaq 2 imtahanının rus dili fənni üzrə suallarının izahını sizə mən Reyhan müəllimə təqdim edəcəm. Bildiyiniz kimi, xarici dildə ilk öncə dinləmə mətni olur. Gəlin, vaxt itirmədən həm dinləmə mətninə qulaq asaq, onun yazılı versiyası ilə tanış olaq, ondan sonra tərcüməsinə baxıb sualların üzərində dayanarıq. Buyurun. Прослушайте текст и выполните задание с 1 по 5. В мире существует более 150 пород и типов лошадей. Развитие каждой из них происходило под влиянием человека. Искусственный отбор, а также более питательная корма привели к увеличению размеров или возрастанию качества лошади. Однако самый важный фактор, который оказывал влияние на формирование пород, работа, выполнение которой человек требовал от лошадей. Лошадей, которые должны были перевозить тяжелые грузы, отбирали по силе, а тех, которые служили быстрым транспортным средством, по резвости. Жизнь лошади и жизнь человека неразрывно связаны тысячи лет. Предки домашней лошади сначала рассматривались человеком только как объект охоты. С течением времени начался процесс одомашнивания лошадей, как и других животных. Вскоре, однако, лошадь приобрела свою особенную функцию в жизни человека. Она стала быстрым транспортным средством. Человек научился ездить верхом, и это перевернуло всю его жизнь. Лошадь не теряла роли транспортного средства до 20-го столетия включительно. С одомашниванием лошади и увеличением народонаселения дикая жизнь лошади закончилась. Bu bizim dinləmə mətnimizin səsli versiyası idi. Gəlin indi tərcüməsinə baxaq. Söhbət atlardan gedir. Dünyada 150-dən çox at cinsi və növü var. Hər birinin inkişafı insanın təsiri altında olub. Süni seçim, eləcə də daha qidalı yem atların daha iri və keyfiyyətli olmasına gətirib çıxardı. Bununla belə cinslərin inkişafına təsir edən ən mühüm amil insanların atlardan tələb etdiyi iş idi. Ağır yükləri daşımaq üçün nəzərdə tutulmuş atlar güc baxımından, sürətli nəqliyyat vasitəsi üçün nəzərdə tutulanlar isə sürət baxımından seçilirdi. Atların və insanların həyatı min illərdir ki, ayrılmaz şəkildə bir-biri ilə bağlıdır. Ev atlarının əcdadlarına insanlar əvvəlcə sadəcə ov obyekti kimi baxırdılar. Zaman keçdikcə digər heyvanlar kimi atların da əhəlləşdirilməsi prosesi başladı. Lakin tezliklə at insan həyatında öz xüsusi funksiyasını əldə etdi. O sürətli nəqliyyat vasitəsinə çevrildi. İnsan at sürməyi öyrəndi və bu onun bütün həyatını dəyişdi. At 20-ci əsrdə daxil olmaqla, buradakı do qədər deməkdir. No, bu da включительно, bu da daxildir. Yəni bunu da daxil edirik bura. Nəqliyyat vasitəsi rolunu itirmədi. Əhəlləşdirmə və insan əhalisinin artması ilə atın vəhşi həyatı da sona çatdı. Gəlin indi suallara baxaq uşaqlar, görək suallarda bizdən nə istəyirlər. Birinci sualda не относится к тексту, yəni mətnə bu aidiyyatlığı yoxdur. Deməli, A variantında deyilir ki, человек оказал влияние на развитие лошадей. Bu var idi, bəli, onun inkişafına təsir elədi. V-də deyir ki, insan həyatı və atın həyatı bir-biri ilə sıx bağlıdır. Bu da mətndə var idi. S-də deyir ki, əvvəllər atlar insan tərəfindən yalnız ov obyekti kimi baxılırdı. Bu da mətndə var idi. D-də də deyir ki, atlar insanın həyatında xüsusi bir funksiyaya malikdirlər. Bu da mətndə var idi. Mətnin tərcüməsini ona görə sizin üçün edirəm ki, sonra bu suallara biz sizinlə belə baxanda, bu variantları oxuyanda artıq tam aydın olsun sizə ki, hansılar mətndə keçib, hansılar keçməyib. Y-də isə burada deyir ki, atın keyfiyyəti onun aldığı qidadan asılı deyil. Amma mətndə bizdə belə bir forma keçdi ki, bax bu hissədə
Yani bu питательная корма привели к увеличению размеров и возрастанию kачества лошадей. Yani bu təsir edirdi. Ona görə buradakı Y variantını biz burada səhv kimi götürəcəyik. Birinci sualda düzgün cavabımız Y variantı olacaq. Baxırıq ikinci suala. Дополните предложение, cümləni tamamlayın. Человек научился ездить верхом, insan at sürməyi öyrəndi və это перевернуло всю его жизнь. Gəlin həmən hissəni tapaq burada. Baxın bu hissədədir. Gördünüz mü? Bizdə indi bu cümlə tamamlamaqda bəzən ola bilər ki, yerləri tərsinə də olsun, bəzən ola bilər ki, doğrudan da özündən sonra gəlsin. Yəni çalışın bu hissələrə də həmişə diqqət edin. Burada indi özündən sonra gəlib, yəni cümlənin əvvəli varsa, mütləq qaydada o hissəyə diqqətinizi yönəldin ki, və variantlara baxaraq ona qulaq asın ki, görəsiniz önündə ya sonunda bu variantlardan hansı səslənəcək. Deməli, burada düzgün cavabımız olacaq C variantı. Baxırıq üçüncü suala. Выберите правильный ответ на вопрос. Bu suala düzgün cavab seçin. Atları necə seçirdilər? Necə seçirdilər uşaqlar? Deməli, orada belə bir bizdə hissə var idi ki, hansılar ki ağır yük daşımalıydılar gücünə görə, hansılar ki sürətli transport kimi istifadə olunacaqdı, onları da Paryazvasi, yəni cəldliklərinə görə. Deməli, o da bizdə hardadır? D variantı. O da bizdə D variantındadır. Pasili ibarizlisi. Deməli, üçüncüdə də düzgün cavabımız olacaq D variantı. Gəlirik dördüncü suala. В тексте говорится о том, что mətndə danışılır. Nə haqqında danışılır? Deməli, əgər bizə belə bir sual verilibsə, buradakı variantlardan dördü mətndə o haqda danışılmayıb. Yəni, onları çıxdaş edirik. Amma bir variantda verilən variantların birində bu sırf mətndə danışılan bir variant olmalıdır. Gəlin bir-bir baxaq. Несмотря на домашнивание, у лошадей сохранилось много инстинктов. Yəni, belə bir məqam keçmədi mətndəki. Əhəlləşdiriləndən sonra çoxlu instinktləri qaldı, qala bilər. Amma mətndə keçmədiyi üçün biz bunu götürmürük. В ВД люди всегда высоко ценили лошадей, независимо от их poroды. Əslində yenə deyirəm, ola bilər, amma mətndə bu fikir də keçmədi. С-dəki формирование poroды лошадей происходило под влиянием труда. Gəlin, baxın o hissəni tapaq burada. Əslində, belə deyək də, o fikri, baxın bu hissədədir. Самый важный фактор, который оказывал влияние на формирование пород, работа, выполнение которой человек требовал от лошадей. Yəni, trud, onların işindən asılı idi. Yəni, bu parodaların formirovat olmağı. Yəni, bu hissədədir o cavab. Və burada düzgün cavabımız C variantı olacaq. Məsələn, D-də deyir ki, balaca atları pony adlandırırlar. Ümumiyyətlə, mətndə ponydən danışılmadı. Və Y-də də deyir ki, atlar hal-hazırda da ov obyekti kimidir. Yəni, bu da mətndə belə bir fikir yox idi. Yəni, əvvəllər ov obyekti kimi baxırdılar. Dördüncüdə düzgün cavabımız olacaq uşaqlar C variantı. Baxırıq beşinciyə. Hansı zamana qədər atlar transportное средство idilər? O da bax, burada xüsusi vurğuladım. Do 20 столетия включительно. Yəni, bu включительно lazımdır burada. Nəyə görə? Çünki əgər biz versək do 20 столетия, yəni 20-ci il onda ora daxil olmayacaq. 20-ci ilə qədər. Amma включительно verilirsə, deməli 20-ci ildə ora daxildir. Və cavablarda da A variantında görürsünüz. Do 20 столетия включительно verildiği üçün. O birilerde var. Burada 12 yazılı. Burada просто 20 столетия. Burada da 19-19 столетия включительно. Deməli cavabımız A variantı olacaq. Gəlin bir daha düzgün cavablara baxaq. Birdə düzgün cavabımız Y variantı. 2-də düzgün cavabımız C variantı. 3-də düzgün cavabımız D variantı. 4-də düzgün cavabımız C variantı. Və 5-də də düzgün cavabımız olacaq A variantı. Bu bizim dinləmə mətnimiz idi. Uşaqlar, gəlin indi sizinlə oxuyub anlama mətnlərimizə baxaq. Əgər əvvəlki videolarımızı da izləmisinizsə və xarici dil suallarından anlayışınız varsa, hər hansı bir videoya baxmısınızsa, bilirsiniz ki, 2 oxuyub anlama mətnimiz olur və hər biri 5 sualdan ibarətdir.
Hər ikisinin ilk sualı, birinci mətndə 6-cı sual və ikinci mətndə 11-ci sual 4 mülahizədən ibarətdir. Əgər hər 4 mülahizənin 4-ünə də düz cavab versəniz, bu sizə 1 bal verəcək. 3-ünə düz cavab versəniz, bu sizə 0,5 bal verəcək. Amma 3-dən az olsa, bu sizə heç bir bal verməyəcək. Hər iki oxuyub anlama mətninin sonuncu sualı birinci mətndə 10-cu sualdır, ikinci mətndə bu 15-ci sualdır. Açıq tiplidir. Burada amma əgər birini yanlış yazdınızsa, artıq və yaxud əski götürdünüzsə, bu sizə heç bir bal verməyəcək. Gəlin ilk oxuyub anlama mətnimizlə tanış olaq, ondan sonra suallara keçərik. Управление природными процессами – сложная и увлекательная проблема. Природа – это тонкий, чуткий и слаженный организм. При малейшем нарушении хода естественных процессов наступает длинная цепь последствий. Что, например, произойдет, если растопить ледники Антарктиды? Уничтожение ледников приведет к значительному повышению температуры в южных высоких широтах. Gəlin bunu tərcümə edək. Deməli, təbii prosesləri idarə etmək mürəkkəb və maraqlı bir problemdir. Təbiət incə, həssas və yaxşı əlaqələndirilmiş bir orqanizmdir. Təbii proseslərin ən kiçik pozuntusu uzun nəticələr silsiləsinə gətirib çıxarar. Məsələn, Antarktidanın buzları ərisəydi, nə baş verərdi, nə olardı? Buzluqların məhvi cənub yüksək en dairələrində temperaturun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər. Так, в случае повышения уровня океана на несколько десятков метров под водой останутся целые города, страны. Deməli, əgər okeanın su səviyyəsi artarsa, bunun nəticəsində bütöv şəhərlər və ölkələr 10 metrlərlə su altında qala bilərlər. Означает ли это, что человек не должен преобразовать природу? Конечно, нет. Стремительно возрастает техническое могущество человека. Человек будущего, располагая могучей техникой, будет не только разумно использовать природное богатство, он непременно будет преобразовывать природу. Без tşatilного анализа всех сторон nельзя изменять природу. Gəlin bu hissənin tərcüməsinə baxaq. Deməli, bu deməkdir ki, insan təbiəti dəyişdirməməlidir. Yəni, bu deməkdir ki, insan təbiəti dəyişdirməməli deyil. Burada bir sual var. Əlbəttə ki, yox. İnsanın texniki gücü sürətlə artır. Gələcəyin insanı güclü texnologiyaya sahib olaraq nəinki təbii ehtiyatlardan ağıllı istifadə edəcək. O mütləq təbiətin şəklini, formasını dəyişəcək. Bütün aspektləri diqqətlə təhlil etmədən təbiəti dəyişdirmək mümkün deyil. Baxaq indi sizinlə suallara. 6-cı sualda 6.1-də при вызывании природы создают различного рода проблемные ситуации. Əslində burada belə deyək də, mətndə belə bir cümlə keçmədiyi üçün biz bunu niverna kimi götürürük. Çünki baxın, belə bir sadəcə burada deyilmişdi ki, yəni bunu analiz etmədən belə elə onu eləmək olmaz. Amma baxın, belə bir fikir səslənmədiyi üçün burada, ona görə biz bunu неверно kimi götürürük. 6.2-də biz tşatilного анализа нельзя изменять природу. Bax, elə bu hissədəydi. Bunu A götürəcəyik. 6.3-də уничтожение ледников приведет к незначительному повышению. Amma burada значительное повышение idi. Ona görə bunu da V götürürük və стремительно возрастает техническое могущество человека. Bu da bu hissədədir. Deməli, bunu da верно kimi götürəcəyik. Baxırıq 7-ci suala. Изменять природу можно при tşatilnym анализе всех сторон. Yəni, hər incəliyi öyrənərək V variantı. 8-də подчеркнутые sözlərə sinonim seçəcəyik. Подчеркнутlarda hansılardır uşaqlar? Biri стремительноdır, biri razumnadır. Стремительно sürətlə deməkdir. Ona görə burada очень быстро'nı götürürük. Razumla da düşüncə ilə, ağılla, o da рассудительно sözü ilə olacaq. Deməli, düzgün cavabımız Y variantı olacaq. 9-da выберите правильный вариант. Burada da mətnə uyğun olaraq düzgün variant seçməliyik. Природный ресурс не включает в себя ничего значительного. Yəni, elə özündən də göründüyü kimi
yanlış bir fikirdir. Природа это хорошо продуманный организм. Əslində belə deyək də, mətndə orqanizm haqqında, amma burada tonki, çutki, слаженный. Cəmləsək hardasa gəlib çıxa bilər, amma tam əhatə etmədiyi üçün bunu da götürmürük. Z-də природу можно преобразовать. Bəli, burada deyir ki, olar, mümkündür. Amma biz yəni analiz apararaq etmək lazımdır. Ona göre burada C variantını götürürük. D'de разумное использование природы невозможно, yani возможноdır. Y'de de техническое могущество человека со временем не меняется, ama bizim mətndə nə dedi? Zamanla artır. Deməli, burada düzgün cevabımız ne olacaq? C variantı. Baxırıq 10-cuya. На какие вопросы можно найти ответ в тексте? Hansı suallara mətndə cavab tapmaq olar? Birincidə deyir ki, чем люди портят природу, yəni mətndə belə bir şey yox idi. İnsanlar təbiəti nə ilə körlüyor. İkincidə, что произойдет, если повысится уровень океana? Mesela burada nə deyir bizə? Deyir ki, bütün şəhərlər, ölkələr su altında qalarlar. Yəni bunun cavabı var. Üçüncüdə, что такое управление природными процессами? Və o da, baxın buradadır, это сложная и увлекательная проблема. Yəni, mürəkkəb və çox belə bir maraqlı bir problemdir. Bunun da cevabı var. Sonra, каковы 4 типа природных ресурсов? Bunun cevabı yoktur. Beşincide de какие есть способы защиты окружающей среды? Bunun da cevabı yoktur. Deməli, uşaqlar, burada düzgün cevablarımız ne olacaq? 2 ilə 3. Gəlin bir daha düzgün cevablara baxaq. 6'da 1V, 2A, 3V, 4A. 7'de düzgün cevabımız olacaq V. 8'de düzgün cevabımız olacaq Y. 9'da düzgün cevabımız olacaq C. Ve 10'uncuda da düzgün cevabımız olacaq 2 ve 3. Keçirik ikinci oxuyub anlama mətnimizə. Burada da idmançılardan olacaq söhbət. Deməli, известные спортсмены часто становятся символами всех своих эпох, влияя не только на развитие спорта, но и на культуру, общественные процессы и мировоззрение людей. Tanınmış və yaxud məşhur idmançılar çox vaxt öz dövrlərinin simvoluna çevrilərək təkcə idmanın deyil, həm də mədəniyyətin, sosial proseslərin, insanların dünya görüşünün inkişafına təsir göstərirlər. Пеле – легендарный бразильский футболист, трижды ставший чемпионом мира. Его техническое мастерство и способность вдохновлять сделали футбол глобальным явлением. Кроме спортивных достижений, Пеле активно участвовал в социальных и гуманитарных проектах, что повысило его влияние за пределами поля. Pele 3 Dünya Kuboku qazanmış əfsanəvi Braziliya futbolçusudur. Onun texniki ustalığı və ilham verməyə bacarığı futbolu qlobal fenomenə çevirib. İdman uğurlarından əlavə Pele sosial və humanitar layihələrdə fəal iştirak edirdi ki, bu da onun meydandan kənarda təsirini artırıb. Усейн Болт – рекордсмен в спринтерском беге, обладатель нескольких олимпийских золотых медалей. Его уникальная скорость и харизма привлекли внимание миллионов, помогли повысить популярность легкой атлетики и стимулировали рост интереса спонсоров к этому виду спорта. Usain Bolt sprinter qaçışında rekordsmendir və çox sayılı olimpiya qızıl medallarının sahibidir. Onun unikal sürəti və xarizması milyonlarla insanın diqqətini çəkib, yüngül atletikanın populyarlığının artmasına kömək edib və idmana sponsorluq marağını artırıb. Serena Уильямс, многократная чемпионка турниров «Большого шлема» и одна из самых влиятельных фигур в теннисе. Она сломала стереотипы, связанные с женским спортом, продемонстрировав силу и выносливость, что способствовало изменению отношений к женщинам-спортсменкам в обществе. Serena Williams dəfələrlə böyük WTA turnirinin çempionu olub, tennisin ən nüfuzlu simalarından biridir. O, güc və möhkəmlik nümayiş etdirərək qadın idmanı ilə bağlı stereotipləri qırdı və bu cəmiyyətin qadın idmançılar haqqında təsəvvürünü dəyişməyə kömək etdi.
Спортсмены подобного уровня не только добиваются выдающихся результатов, но и используют свою известность для решения социальных проблем и поддержки благотворительных инициатив. Однако активная социальная деятельность требует от них значительных усилий и времени, что может влиять на спортивную karyeru. Bu səviyyədə olan idmançılar nəinki yüksək nəticələr əldə edirlər, həm də öz şöhrətlərindən sosial problemləri həll etmək və xeyriyyə təşəbbüslərini dəstəkləmək üçün istifadə edirlər. Bununla belə aktiv sosial fəaliyyət əhəmiyyətli vaxt və səy tələb edir ki, bu da onların atletik karyeralarına тəsir edə bilər. Таким образом, великие спортсмены вносят значительный вклад не только в спортивные достижения, но и в формирование kультурных и социальных ценностей общества. Beləliklə, böyük idmançılar təkcə idman nailiyyətlərinə deyil, həm də cəmiyyətdə mədəni və sosial dəyərlərin formalaşmasına mühüm töhfə verirlər. Bu ikinci oxuyub anlama mətnimiz idi. Gəlin suallarla tanış olaq. 11.1-də Пеле оказал влияние на развитие футбола только благодаря своим спортивным достижениям. Yəni burada belə bir fikir var ki, Pele yalnız futbolun inkişafına öz idman uğurları ilə, amma məsələn burada tek спортивное достижение deyil, aktiv участвовать eləyib sosial proyektlərdə belə elə. Yəni ona görə biz bunu Niverna kimi eləyəcəyik, götürəcəyik. Sonra 11.2-də привлек внимание к легкой атлетике благодаря своим спортивным рекордам и харизме. Bunu A variantı kimi götürürük, bəli. 11.3-də помогла изменить общественные отношения, yəni qadınların idmandakı qadınlara olan münasibəti dəyişməyə kömək etdi. Bəli, bunu da A götürəcəyik. 11.4-də də sosial buradakı bu deyitiliniz idmançıların karyerasına təsir etmir, amma edir. Bu hissədə idi o. Yəni onların aktiv fəaliyyəti bəzən onların karyerasına təsir edir. Ona görə biz burada ama deyir ki təsir etmir. Ama ettiği üçün biz bunu Niverna götürəcəyik. Gəlirik 12-ci suala. Какая из следующих характеристик не относится к Пеле? Пеле'ye ait değil. Трехкратный чемпион мира по футболу, bəli. Aktivный участник, bəli. Amma lök atletika ilə əlaqəsi olmadığı üçün burada C variantını götürəcəyik. Məsələn, D-dəki idmandan kənarda da влиятельная figura olub. Y-də texniki ustalığa qeyri-adi bir исключительно texnическое мастерство o da var idi. Baxırıq indi uşaqlar 13-cü suala. Slomala stereotipi sözünün elə bilin ki, hansı fikirlə, daha doğrusu hansı variantla biz onu burada əvəz edə bilərik. O da bu hissədədir. Ana slomala stereotipi. Deməli, yəni şablonu belə deyərdik, dağıtdı. İndiyənə qədər olan fikirləri neynədi? Dağıtdı, məhv etdi. Düzgün cavab burada Y variantı olacaq. Amma gəlin o birlərə də baxaq. Burada deyir ki, yaranmış situasiya aktiv şəkildə sinə gəldi, dayandı qarşısında противостоять elədi. Burada insanların изменила отношение к людям и явлениям. Bu biraz insanlara olan münasibəti dəyişdi. Burada netoçno представление, yəni insanlar və bu явление, görüntülər haqqındakı dəqiq olmayan təsəvvürü dəyişdi. Burada da yol açdı, irəliyə getdi. Amma yəni slomala, imенно buradakı bu sözə görə biz onun yerinə burada məsələn Y variantının cümləsini qoysaq sinonimiçli bir предложение alacağıq. Deməli, 13-də düzgün cavabımız olacaq Y variantı. 14-də baxırıq, как Usain Bolt повлиял на легкую атлетику, necə təsir elədi yüngül atletikaya. Burada yazılıb ki, beynəlxalq yarışlarda çıxışını bitirdi. Burada yığma komandanın treneri, baş treneri oldu. C'də verilib ki, olimpiya oyunlarını təşkil etdi. D'də isə deyir ki, onun popularlığını qaldırdı və sponsorları cəlb etdi. Əslində düzgün cavab budur. Y'də də deyir ki, yüngül atletikada yeni qaydalar hazırladı.
Deməli 14-də düzgün cavabımız D variantı olacaq. Baxırıq 15-ə. Какие из перечисленных утверждений о влиянии социальных проектов спортсменов верны? Yəni hansı buradakı sosial proyektləri haqqındakı fikirlər doğrudur? Birincidə nə verilib uşaqlar? Onlar vacib problemləri həll etməyə kömək edirlər. Bəli, mətndə bu keçirdi. Biri götürürük. İkidə yazılıb ki, onlar həmişə idman nəticələrini yaxşılaşdırırlar, amma bu sosial proyekt deyil. Üçdə deyir ki, həmin bu sosial proyektlər onlardan həddindən çox zaman və səy tələb edir. Bəli, bunu da götürürük. Dörddə deyir ki, cəmiyyətə heç bir təsir etmir, amma edir. Yəni bunu səhv kimi götürəcəyik. Və burada da deyir ki, onlar gənc nəslə, yəni не всегда могут повлиять. Yəni bu da uyğun gəlmədiyi üçün 15-də düzgün cavab kimi 1 və 3-ü götürəcəyik. Gəlin bir daha düzgün cavablarla tanış olaq. 11-də düzgün cavabımız olacaq B. 11-2-də düzgün cavabımız olacaq A variantı. 11-3-də düzgün cavabımız olacaq A variantı. 11-4-də B variantı. 12-də düzgün cavabımız olacaq C. 13-də düzgün cavabımız olacaq Y. 14'te düzgün cevabımız olacak D ve 15'te de 1 ve 3. Geldiğinde sizinle bu 5 qrammatik sualımıza baxaq görək bunda hansı suallarla tanış olacağıq və düzgün cavabları nə formada olacaq. 16'da укажите ошибки в значении слов. Bizə burada sözlər verilib və hansı açıklaması yanlıştır, onu seçəcəyik. Sonata klassическое muzikальное произведение. Belə deyək, əslində sonata klassik musiqi hesab olunur. Ona görə orada elə bir böyük aşıbqa yoxdur. Natürmort, изображение фруктов и еды на kартине. Natürmort ümumiyyətlə naturadan çəkilməlidir. Əksər hallarda meyvələr olur və yeməklə əlaqəlidir. Bunun da açıqlaması düzdür. 3'də professor, начинающий обучение человек, yəni professor artıq sözünü demişdir, təhsilini bitirmiş bir insandır. Yəni bunun açıqlaması yanlışdır. 4-cüdə genetik ученый, занимающийся исследованиями genov, bu düzdür. Genlərlə məşğul olan alim. 5-cidə крепость оборонительное сооружение из камня, bu da doğrudur uşaqlar. 6-cıda рельеф. Burada yazılıb ki, небольшое складное опахало для создания потока воздуха. Bu açıqlama Weir sözünün açıqlamasıdır. Yəqin ki, hamınız filmlərdə mi belədir, xanımlar da normal hallarda çox vaxt istifadə edirlər ondan. Açıqlama onun açıqlamasıdır. Amma Weir bu tərsanə deməkdir Azərbaycan dilində. Yəni gəmilərin təmiri olan yerə tərsanə deyilir. Rus dilində də ona Weir deyilir. Deməli, burada səhvlər hansıdır? 3 ilə 6 və o da V variantında olduğu üçün düzgün cevabımız olacaq V variantı. 17'ye baxırıq. Определите, по какому морфологическому признаку подобраны слова, отличающиеся от других. Məkk znaklı bizə sözlər verilib. Burada əsas məqsəd, mən bunu loru dildə sizə başa salım. Əgər sizə belə bir sual verilsə, bu sözlərdən biri o birilərdən seçilir. Nə ilə seçilir? Yəni bilirsiniz ki, bizdə məkk znaklı sözlərimiz var ki, müəyyən qismi muşskoy roda aiddir, müəyyən qismi jenski roda aiddir. Və burada da variantlardan biri ya jenskidir, ya muşskoydur, 4'ü də o biri. Огонь мужской родdur, нет огня. Словарь мужской родdur, нет словаря. Корабль мужской родdur, нет корабля. Хрусталь mужской родdur, нет хрусталя. Помощь женский roddur. Bir ipucu da burada en rahat ipucu. Şipeşilərlə bitən, şə ilə bitən, yəni onlardan sonra əgər məkk znak gəlirsə, bu həmişə jenski rodun məkk znakıdır. Və burada da G variantı, gördüyünüz kimi burada şipeşinin sonunda gəlir məkk znak, нет помощи. Y variantı burada jenski roddur, bu biri 4'ü. Murskoy rodun məkk znaklı ismidir. Deməli, düzgün cavabımız olacaq Y variantı. 18-ci suala gəlirik. Belə bir cümlələr verilib bizə və mətn yığmaq lazımdır. Cümlələrdən mətn yığanda həmişə birinci variantlara baxın. Məsələn, burada 1 ilə 3 var. Yəni, görək 3 ilə başlayan variant olmalıdır, yoxsa 1 ilə. Və həmişə də uşaqlar elə bir cümlə ilə başlanmalı ki, onun davamı ilə nəsə gəlsin, yəni bilinsin ki, söhbət nədən gedir.
İlk cümle çok önemlidir. Ve birle başlayan cümlede ne yazılıb? Yazılıb ki görkəmli Rus yazıcısı Lev Nikolayevich Tolstoy aristokrat ailəsində Yasnaya Polyana imeni malikanəsində anadan olub. Deməli, bu birinci ilə başlamaq məntiqlidir, çünki söhbətin kimdən gedəcəyi burada verilib. Söhbət Tolstoydan gedir. Amma məsələn 3 ilə başladığımız cümlədə deyir ki, ailədə olan vəziyyət haqqında Tolstoy sonralar yazacaq. Birinci biz Tolstoyu verməliyik ki, e, sonra davamı gəlsin. Deməli 3 ilə olan variantları atırıq. Qalır birlər. Məsələn, birində birdən sonra 2 gəlir, birində 3 gəlir, birində 4 gəlir. Bu da bir ipucudur. Məsələn, birdən sonra 2 gəlsə, burayla gedirəm. Живя в Казани у тети, Толстой 2,5 года готовил. Ola bilər. Amma gəlin bir 3-ə baxaq. Burada da yenə ola bilər 2-dən sonra 3 gəlsin. 4-ə gəlsə, 4-də yazılıb ki, начальное образование, yəni ibtidai təhsilini evdə alıb. Yəni bu ibtidai təhsilini evdə alıbsa, Kazana bundan sonra getməlidir. Ona görə birdən sonra 4-ün gəlməyi daha məntiqlidir. Amma indi gəlin bir dənə bu 3-ə də baxaq. Ola bilər ki, 3 gəlsin birdən sonra. Amma baxın bu variantlarla gedirəm. 3-dən sonra təzədən 2-yə gəlmək bu da məntiqsizdir. Gəlin ona görə bir bunu incələyək, D variantını. Deməli, 1-də deyir ki, великий русский писатель Лев Николаевич Толстой родился в аристократической семье в имени Ясная Поляна. Sonra 4, начальное образование будущий писатель получил дома. Yəni, ibtidai təhsilini evdə alıb. Sonra 5 gəlir. Burada gəlir ki, zatiyim, yəni bunu alandan sonra Kazanya gedib. Və ikinci cümlədə də Kazanda yaşayanda 2 il yarım universitetə daxil olmaq üçün hazırlaşıb. Və sonra da 3, ailədəki vəziyyət, bu qohumları ilə haqqında sonra öz trilogiyasında yazacaq. Deməli, düzgün cavabımız nə oldu uşaqlar? D variantı. Gəlirik 19-cu suala. Burada paronimlərlə əlaqəli bir sualdır. Diqqətlə baxsanız, mən bunu biraz da böyüdüm ki, sizə daha rahat olsun uşaqlar. Baxın, görürsünüz, mötərizənin içində bizə 2 dənə paronim verilib. Paronimin biri, baxın, fərqli yazılıb, kursivlə, yəni biraz belə əyilmiş formada. Siz buradakı sözlə bunu uzlaşdıracaqsınız. Əgər bu uzlaşma uyğundursa, это правильно. Uyğun deyilsə, это ошибка. Bizdən də ошибка istəndiyi üçün, deməli, bu variantların birində uzlaşma düzgün deyil. Qalan 4-ündə uzlaşma düzdür. Gəlin sözlərə də bir baxaq. Hansı kitabımızda varsa bu paronimlərin sizə göstərəcəyəm. Məsələn, Balotista ilə Balotny. Balota bildiyiniz kimi bataqlıq deməkdir. Balotista uşaqlar, bataqlıqlarla zəngin deməkdir. Yəni bu yer ola bilər, meşə ola bilər, çay ola bilər, nəsə. Bizə də burada söz olaraq nə verib? Qrəz, çirk verib. Balotlu isə elə sırf balotanın özü ilə əlaqəli, ona bağlı. Burada məsələn sözlər yazılıb. Balotnaya vada suyu ola bilər, nəmişliyi ola bilər, ot ola bilər, rəngi ola bilər, qoxusu ola bilər. Buradakı qrəz sözü də, bu da çirk deməkdir. O da balotna ilə olacaq. Çünki dediyimiz kimi balotisti bu məkan anlamında. Deməli, A variantında aşıbqa yoxdur. Keçirik V variantına. Udachlivoy sözü ilə uzlaşıb. Baxaq o sözlərə. Udachlivoy uşaqlar bəxti gətirən deməkdir. Belə deyək də, sırf insanla, canlı ilə əlaqəlidir. Udachny isə bu da uğurlu deməkdir, amma daha çox proseslərlə əlaqəlidir. Yəni cansız desəm daha bəlkə də sizə aydın olar. Məsələn, удачный день ola bilər, удачная покупка ola bilər, удачная книга. Yəni nəysə belə əldə etdiniz, baş verdi və bu çox uğurlu nəticələndi. Amma удачливый deyəndə biz burada insan ola bilər, uşaq ola bilər, qadın ola bilər, kişi ola bilər. Anladınız yəqin ki məni. Və burada da человек удачливый düzdür. Gəlirik C variantına. Bu kitabda yoxdur, mən belə üstündə sizə izah edim. Pisoçni, pisok sözündəndir.
Düzdür, bir çox mənaları var. Bu qumla əlaqəli də ola bilər, xəmirlə də əlaqəli ola bilər. Buradakı kasa sözü də uşaqlar, əslində kasa özü də amonimdir. Bir çox mənalarda işlənir. Qızların hördüyü saç ola bilər, dəryaz ola bilər, təsərrüfat aləti. Bir də ki, uşaqlar, suyun, dənizin və yaxud okeanın sahilində nə biriqu, belə bir qumsallıq yer olur, ona da kasa deyirlər. Pisçana da burada elə immенно qumsal anlamını verir. Ona görə pisçana kasa, yəni bu variantda düzdür. Pisoçni olsaydı səhv olardı. Gəlirik D variantına, sıtı, sıtni. Baxaq o hissə də buradadır uşaqlar. Sıtni doyumlu deməkdir. Yəni kalorili yeyirsiniz və çox doyumlu bir təamdır. Yemək daha çox olur. Düzdür, burada məsələn slujba sözü də var, жизнь sözü də. Bu deməkdir ki, sizin işlədiyiniz yer sizi davamlı doyurur. Yəni çox belə doyuracaq bir yerdir. Должность məsələn vəzifə. Sıtı isə bu tox mənasındadır. Məsələn, yediniz, doydunuz. Düzdür, bəzi sözlər uşaqlar hər ikisi ilə də işlənə bilər. O kontekstə görə işlənir. Və burada da söhbət nədən gedir uşaqlar? Heyvandan gedir. Hər halda heyvan doyumlu deyil, tox olmalıdır. Amma burada doyumlu formasını veriblər. Yəni biz nə dedik? Sıtni, это doyumlu deməkdir. A zver sıtый, yəni yeməyini yeyib doyub. Səhvimiz D variantında olacaq. Baxın, burada olacaq səhvimiz. Yəni, burada əslində sıtı verilməlidir, amma sıtni verilib. Gəlirik Y variantına, apasni, apaslivi. Gəlin buna da baxaq uşaqlar. Apasni təhlükəli deməkdir. Baxın, heyvan ola bilər, cani ola bilər, düşmən ola bilər, rəqib ola bilər, iş ola bilər, xəstəlik ola bilər. Amma apaslivi, bu, belə deyək də, hər şeydən qorxan, hər şeyə ehtiyatla yanaşan, yəni ehtiyatlı deyə bilərik. Человек ola bilər, məsələn, yolu keçəndə hər hansı bir pişoxod ola bilər. Deməli, apaslivi ehtiyatlı, qorxacaq mənasındadır. Apasni isə təhlükəli. Və burada da söz olaraq bizə nə verilib? Les verilib, meşə verilib. Meşədə təhlükəli ola bilər. Yəni, bu da düzdür. Deməli, 19-da səhvimiz nədə olacaq? D variantında. Gəlirik 20-yə. Gördüyünüz kimi burada nöqtələrin yerinə predloqlar qoymalısınız. Məsələn, burada после дождя da qoya bilərik, из-за da qoya bilərik. Bir dənə burada благодаря qoya bilmərik, çünki благодаря sayəsində anlamını ifadə edir. İzdə isə yağış üzündən, posledəki yağışdan sonra. Deməli, hələ ki bir dənə A variantına atırıq, baxırıq qalanlarına. O birlərə görə təyin edəcəyik ki, hansı düzdür. Məsələn, sabah mən gedirəm dostumun yanına. Burada dostumun yanına getdiyim üçün K predloqu olacaq. Ona görə posleləri atırıq uşaqlar. Qalır sonuncu. Vışladısa uşaqlar içəridən çıxmaqdır və içəridən çıxırıqsa nə olacaq? İz klassı olacaq. 20-də də düzgün cavabımız olacaq uşaqlar C variantı. Bu bizim ümumi sınaq 2 imtahanının sualları və düzgün cavabları idi. Hamınıza imtahanda bol şans, uğur arzulayıram. İnşallah növbəti sınaqlarda görüşmək ümidi ilə sağ olun. Allah amanında qalın.